Eyni içliklə 2 fərqli salat resepti paylaşıram. Siz də süfrələrinizin belə rəngarəng görünməyini istəyirsinizsə, sona qədər izləyin. Əvvəlcə toyuğun sinə ətini bir qazana yığıb qaynamağa qoyuram. Qaynayana yaxın kəfini yığıb duz əlavə edirəm. O bişənə kimi badımcanların qabığını soyub uzun dilimlər şəklində dilimləyirəm. Dilimlədikdən sonra soyuq duzlu suda isladıram. Daha sonra isə göbələkləri iri bir qaba töküb üzərinə su əlavə edirəm. Belə bir qədər gözlədirəm. Bu cür saxlayanda çirkini daha tez suya buraxır. Hardasa 15-20 dəqiqə suda saxlatdıqdan sonra qabıqlarını soyuram. Bir-bir hamısının qabığını soyuram. Bitirəndən sonra isə yenidən bol su ilə yaxşıca yuyacam. İndi isə göbələyin soğanını doğrayıram. Soğan qızarana kimi göbələkləri də doğrayıram. Hamısını doğradıqdan sonra hissə-hissə qızardıram. Göbələklərim də artıq qızardı, hazırdır. Keçirəm badımcanları qızartmağa. Badımcanları da tək-tək qızardıb bir qaba yığıram. Toyuğun sinə əti də artıq bişib, soyuyub, soyumuş fileni hissələrə bölüb qaba əlavə edib mikserlə didirəm. Belə daha asan olur. Belə toyuq filesi və göbələk hər iki salatın əsas ərzaqları idi. Badımcanı isə sadəcə bir salat üçün istifadə edəcəm. Birinci salatımı artıq hazırlamağa başlayıram. Bura rəndədən keçirilmiş kökün üzərinə göbələyi əlavə edib qarışdırıram. Üzərinə əlbəttə zövqə görə duz istiyot əlavə edirəm. Daha sonra isə toyuq filesini də bura qatıram. Sonda isə mayonezini töküb qarışdırıram. Birinci salatımın içliyi artıq hazırdır. Digərini isə sadəcə qoz əlavə edəcəm. Ona görə onları ayrı-ayrı hazırladım. Qızartdığım badımcanları uzunluğuna qoyuram, içlikdən əlavə edib rulet formasında bükürəm. Digərini isə belə üst-üstə gələcək şəkildə qoyub içlikdən əlavə edib bükürəm. Boğça formasında olur. Sizə hansı daha rahatdırsa onu hazırlaya bilərsiniz. Bir salatım artıq hazırdır. Soyuq qəlyan altı. Üzerini zövqə görə istədiyiniz kimi bəzəyə bilərsiniz. Mən qoz və nardan istifadə etdim. İndi keçirəm növbəti salatımın hazırlanmasına. Bu isə lavaşdan hazırlanmış konus şəklində içərisi doldurulmuş salatdır. Bunun da hazırlanması çox rahatdır. Yenə toyuq filesinə əlavə olaraq üyüdülmüş və ya xırda doğranılmış 1 stəkan yarım qoz əlavə edirəm. Zövqə görə duz istiyot, qızartdığım göbələkdən və əlavə olaraq bir ədəd konservləşdirilmiş qarğıdalı tökürəm.
Mayonezini də qatıb qarışdırıram. Bu içlik də artıq hazırdır. İndi keçirəm lavaşların hazırlanmasına. Bunun üçün adi orta boy lavaşdan istifadə etdim. Lavaşları ortadan 2 yerə bölüb konus şəklini verirəm. Üzərinə yumurta sarısı və zövqə görə küncüt əlavə edib 5-10 dəqiqə sobaya göndərirəm. Sobadan çıxdıqdan sonra içərisini hazırladığım içliklə doldururam. Hamısını doldurduqdan sonra isə nar və şüyüdlə bəzəyirəm. Bu qədər. Bir videoda 2 fərqli görünümlü salat paylaşdım. Bura qədər izlədiyinizdə kanalıma abunə olub dəstək üçün bəyənməyi və şərh yazmağı unutmayın. Hələlik.